Salamlar. Bugün artıq gözəl günlərdən yenidən biridir və bugün mən sizin qarşınızda yenidən bir neçə idman hərəkətləri edəcəm. Bugün isə mən sizə müxtəlif bir idman hərəkətləri ilə sizin qarşınızda olacağım. Bugün deməli paralel adlanan bir trenajör növü ilə sizə hərəkətlər göstərməyə çalışacağam və hədəfim bugün 100 dənə paralel vurmaqdır və hər gün isə bunu yavaş-yavaş artırmağa başlayacağım. Ümid edirəm ki, çox yaxşı alınar və siz də mənim bu videonu bəyənib hərəkətə keçərsiniz, ilhamlanarsınız. Neysə, vaxt itirmədən başlayaq. Everybody knows that the dice are loaded. Everybody rolls with their fingers crossed. Everybody knows the war is over. Everybody knows the good guys lost. Everybody knows the fight was fixed. The poor stay poor, the rich get rich. That's how it goes. Everybody knows. Everybody knows that the boat is leaking. Everybody knows that the captain lied. Everybody got this broken feeling, like their father or their dog just died. Everybody talking to their pockets. Everybody wants a box of chocolates and a long stem rose. Everybody knows. Everybody knows that you love me, baby. Everybody knows that you really do. Everybody knows that you've been faithful. Oh, give or take a night or two. Everybody knows you've been discreet, but there were so many people you just had to meet without your clothes. Everybody knows. Everybody knows. Everybody knows. That's how it goes. Everybody knows. Everybody knows. Everybody knows. That's how it goes. Yeniden salamlar. Təbii ki, sizin bildiyiniz kimi ego yenə rahatlığı sevən bir hissdir. Yenə buradan sizə qeyd edirəm, ego rahatlığı və sevən bir hissdir və bugün isə mən sizə egonun artıq 3-cü bölümünü sizinlə paylaşmış olacağım. Bu bölümdə isə mən sizə egodan qurtulmağın bir neçə sadə yollarını sizdən bölüşmüş olacağım. Ümid edirəm ki, siz də mənim bu videolarımı görüb tez bir zamanda hərəkətə keçərsiniz və egodan qurtulub qarşınıza hədəf qoyub o hədəfi reallaşdırmaq üçün isə hər gün çalışırsınız. Müasir dövrdə insanların çoxsunu, yəni mənim yaşımda olan və yaxud da mənim yaşımda bir neçə yaş böyük olan insanların hədəfi olmur və onlar çalışmaq istəmirlər, yəni hədəfi olmadığına görə çalışmaq istəmirlər. Bunun səbəbi isə egodan, yəni ego dediyimiz bir hissdən asılı olmalarıdır. Məsələn, diqqət dağıtıcı şeylərdən, vaxtını boş yerə sərf etməkdən, onu aşağı çəkən insanlarla vaxt keçirməkdən və təbii ki, bu hədəflərini reallaşdırmaq üçün çox böyük bir,
keçilməsi mümkünsüz olan bir çətinlikdir. Ona görə də təbii ki, bu da ego adlanır. Egodan qurtulmanın yolu isə mənim sizə dediyim kimi vaxtınızı boş yerə sərf etmək əvəzinə vaxtınızı, yəni bir iş seçin və o işə vaxtınızı, dərin bir vaxtınızı sərf edin. O işə fokuslanın və o işi kiçik hədəflər planlayın, o hədəfləri reallaşdırmağa çalışın və bir müddət sonra görəcəksiniz ki, siz diqqət dağıtıcı şeylərdən uzaqlaşmış olacaqsınız, vaxtınızı boş yerə sərf etməkdən uzaqlaşmış olacaqsınız və ən əsası da sizi aşağı çəkən insanlardan yavaş-yavaş uzaqlaşmağa başlayacaqsınız. Təbii ki, bunun da səbəbi sizin qarşınızda bir hədəfiniz olmasıdır və burada da təbii ki, egoya yer yoxdur. Əgər ki, bir insanın qarşısında reallaşdıra biləcəyi böyük bir hədəf varsa və o hədəfi reallaşdırmaq üçün hər gün çalışırsa, yəni hər gün çətinliklərə rəğmən yenə də çalışmağa davam edirsə, burada təbii ki, egoya yer yoxdur. Burada güclü bir disiplin yaranır və güclü bir disiplin yaratmağın yolu isə yenə dediyim kimi egodan uzaqlaşmaqdır. Hədəflərinizi reallaşdırmağa başlayarkən də mənfi düşüncəli insanlardan uzaqlaşmağa başlamalısınız. Çünki onlar mənfi düşüncəyə yaşayırlar və onların hədəfi olmadığına görə isə çalışmırlar. Amma sizin bir hədəfiniz var və hədəfinizi reallaşdırmaq üçün isə hər gün çalışırsınız. Ona görə də mənfi düşüncəli insanlardan qurtulub, sizin kimi düşüncəyə sahib olan, sizin kimi hədəflərə sahib olan və sizin kimi hətta vərdişlərə belə sahib olan insanlarla birlikdə olmalısınız. Çünki əgər ki, siz bu mənfi düşüncəli, mənfi davranışlı insanlardan uzaqlaşıb, sizin kimi düşünən, sizin kimi hərəkət edən, sizin kimi vərdişlərə sahib olan, sizin kimi hədəfləri olan bir insanlarla birlikdə vaxt keçirsəniz, o zaman sizin hədəflərinizi reallaşdırmaq sizin üçün daha da asan bir hala gələcək və bununla belə uğur qaçınılmaz olacaq. Mənfi düşüncəli insanların hədəfi olmadığına görə çalışmırlar. Çünki onlar çətinlikdən necə keçmək lazım olduğunu belə bilmirlər. Ona görə də hər zaman pis vərdişlərdən asılı olurlar. Amma əgər ki, sizin dəqiq bir hədəfiniz varsa və o hədəfi reallaşdırmaq üçün hər gün çalışırsınızsa və sizin ətrafınızda olan insanlar da sizin kimi hədəfi varsa və onlar da sizin kimi düşüncəyə sahib olub, onlar da hər gün özünü yeni bir çətinliyə atırsa, təbii ki, yenə dediyim kimi sizin üçün uğur qaçınılmazdır və hər gün özünüzü öyrənməyə açıq bir hala gətirməlisiniz, hər gün araşdırmalı etməlisiniz, hər gün hansı bir hədəfiniz varsa və o hədəfi reallaşdırmaq üçün təbii ki, kitablar oxumalısınız, özünüzü inkişaf etdirməlisiniz və bir neçə yeni bacarıqlar öyrənməlisiniz və bununla belə yenə dediyim kimi hər gün 1% daha da yaxşılaşmağa başlayacaqsınız. Amma mənfi düşüncəli insanlar isə siz hərəkətə keçəndən sonra isə onlar hər gün 1% daha da geriyə addım atmış olacaq və bununla belə fürsət sizin əlinizdə olmuş olacaq. Yəni bunu da belə sizə dediyim kimi hədəfiniz olsun və böyük bir reallaşdıra biləcəyiniz bir hədəfiniz olsun və o hədəfi reallaşdırmaq üçün isə mənfi düşüncəli insanlardan uzaqlaşın, araşdırmalar edin, kitablar oxuyun, özünüzü inkişaf etdirin və hər gün özünüzü yeni bir çətinliklərə atın. Ətrafınızda sizin kimi düşünən insanlarla birlikdə olun, onlarla yeni planlar hazırlayın, o planları həyata keçirin və bununla belə istədiyiniz hədəfləri reallaşdırın. Sağ olun, görüşmək ümidilə.